Dərs hər şey səs qaydasındadır. Birinci başlayaq birinci suala. Nə deyir? Birinci sualda deyir ki, informasiyanın xassələrinə aid deyil. Demək, informasiyanın xassələrinə aid olan nəticəlik nədir? Aktualdır, anlaşıqlıqdır, obyektivlikdir, etibarlıdır. Bunlar informasiyanın nəyidir? Bunlar informasiyanın xassələridir. Amma nəticəli informasiyanın xassəsi deyil. Sonra ikinci sual. İkinci sualda deyir ki, bax ifadə veribdir, deyir Sezar şrifti ilə bu cür, bax bu ifadə alınıbdır. Bu cür şifrələnmə tətbiq edilərsə, kalkulyator sözünün Sezar şriftini müəyyən edir. Əvvəl biz nə edirik? Əvvəl biz bunun nəyini tapırıq? Bunun tapırıq demək, tapırıq K misalı. Görək ki, bu K misalı nə qədərdir? Nə qədərdir? Əvvəl onu sonra gəlib nə edirik? Kalkulyator sözünü shift'in tapırıq. Hı. Hı. Burada baxaq Aytən. Səncə bax bu ifadədə bax gör ki, bu ifadədə e, demək K əmsalı nə qədər olur? Bir dənə yazaraq bildir. K əmsalı nə qədər olur? Bax C-dən C olur. C ilə C-nin arasındakı əmsal nəyə bərabərdir? Bax D, E, F, C nə qədər oldu? 4'dür, düzdür. Demək, kalkulyator sözünü də K bərabərdir 4 şifti ilə şiftlləyirik. Görək nə qədər olacaq. Bir dənə bax. Demək, baxaq. Demək, gəlirik bura. Baxırıq ki, burada K misalını tapaq. C-dən C olur. C budur. C oldan da 1, 2, 3, 4. Demək, K nədir? K açarı 4-ə bərabərdir. 4-ə bərabərdir. K bərabərdir 4-ə. Aha. İndi gəlirik kalkulyator sözünü tapağa. Kalkulyator sözünü tapağa. Bax, C-dən 4 bu tərəfə. 1, 2, 3, 4 oldu ki. A-dan 4 bu tərəfə. 1, 2, 3, 4 oldu E. Baxıram ki, G, E ilə başlayanlar 2 dənə hərfdir. Bax, bunları silirəm. Bunları silirəm. Sonra, üçüncü L ilə L-dan o tərəfə. 1, 2, 3, 4 oldu P. C-dən o tərəfə tapışdım G-dir. Düzdür. G, E, P, G. Bax, indi üçüncündə hansı hərflər müxtəlifdir? Axırıncı hərfləri tapırıq. R. R-dan 4 hərf o tərəfə. 1, 2, 3, 4. Bu da bu oldu. Axırıncı da budur. Demək oldu nə? A variantı. Ümid edirəm başa düşdün. Başa düşdün. İndi gəlirik üçüncü suala. Üçüncü suala. Üçüncü sualda nə deyir? Üçüncü sualda üçüncü sualda demək, bunu tapırıq. 1-0-0 ikili say sistemindədir. Üstə gələk 1-0-0 dörtlük say sistemində. Üstə gələk 1-0-0 beşlik say sistemində. Bir də 1-0-0 üçlük say sistemində. Deyir, bunu onluq say sisteminə çevirin. Sən bir onu onluq say sisteminə çevir görüm. Özün çevirməyə çalış. Çevirməyə çalış, indi mən təkrar yerinə yetirirəm onu. Görüm düzələrsən.
Alabildiğin Ayten. Hı hı. 54. Demek bir ikili sayısı 1 0 0 ikili sayı sisteminden neçədir? Üç nömrəli tapşırıqdır. Ya birinci həll eləyək bunu. Birinci. Bax, veribdir bizə bu ifadəni. Nə deyir bizə? Deyir ki, onluq say sisteminə çevirin. Onluq say sisteminə çevirəndə biz bunun qaydasını bilirik. Bax, bura 0, 1, 2 yazırıq. Burada 0, 1, 2, 0, 1, 2. Bu da 0, 1, 2. Bərabərdir. Bu nə deməkdir? Bu 4 deməkdir. Və yaxud da ki, hə, bu 4 deməkdir. Düzdür? 1 vuraq 2-nin üstü kvadrat. Bu 4-dür. Üstə gəlir. 1 vuraq 4-ün üstü 2. 4-ün üstü 2 nə edir? Zaten bunlar sıfırlardır. Sıfırları saymırıq. Və bunlar sıfırlardır. Bunları vurmuruq. Düzdürmü? Baxırıq. 1 vuraq 2-nin üstü 2 eləyir 4. Üstə gəlib 1 vuraq 4-ün kvadratı. 4-ün kvadratı 16. Üstə gəlib 1 vuraq 5-in kvadratı 25. Üstə gəlib 1 vuraq 3-ün kvadratı da 9. Bu da bərabər. 16-nın üstünə 4 gələndə 20. 20-nin də üstünə 25 gəlir. Bir də üstünə 9 gəlirik. 20-nin üstünə 25 gələndə 45. 45-in də üstünə 9 gələndə elədi neçə? 54. Bəli. 54 doğru variant. Əla. İndi keçək o birisinə. İndi dördüncü suala nəzər yetirək. Dördüncü sualda nə deyir? Deyir, avtomat girişə bax 121-i verib 242 çıxardıb. 404-ü verib 808 çıxardıb. 321-i verib 444 çıxardıb. Səncə bunu necə eləyir? Bir diqqət elə. Səncə bunu necə həll eləyib? Bəli, 54 düzgün cavabdır. Düz dalmısan. O birisinə bax indi. Söhbət 4 nömrəli çalışmadan gedir. Bax, 121-i verib 242 çıxardıq. Bax, 2-nin kvadratı 4. Birin də üstünə 1 gələndə 2 eləyib hərəsini bir tərəfə yazıb. 0-ın kvadratı 0. 4-ün üstünə 4 gəlib 8. Hərəsini bir tərəfə yazıb. 2-nin kvadratı 4. 3-ün üstünə 1 gəlib 4. Hərəsini bir tərəfə yazıb. 2-nin kvadratı burada 4 eləyəcək. 4-ün də üstünə 1 gələndə 5 eləyir. Hərəsini bir tərəfə yazasıdır. 2-nin kvadratı 4. 3-ün də üstünə 4 gələndə neçə eləyir? 7 eləyir. Bunu da hərəsini bir tərəfə yazıb. Olub 545. Yəni cavab C variantı. Aydındır. Sonra deyir ki, aydın oldu Aytən. Əla. İndi deyir, ağ-qara təsvir 16-lıq say sistemində kodlaşdırılırsa, neçədən 16-lıq rəqəmdən istifadə olunur? Bax, baxaq görək, burada neçədən eni ilə uzunluğunda piksel sayı nə qədərdir? Biz bilirik ki, ağ-qarada 2 dənə rəng var. 2 rəng var. 2 rəng varsa, onda 2 bərabərdir. 2 üstü 1-dir də bu. En bərabərliyi 2 üstü 1 olur. Düzdür. Bunun bir dənə rənginə düşən informasiyanın dəyəri nədir? 1 bitdir. 1 bitdir burada ağ-qara təsvirdə. 1 bitdir. Rəng çaları ümumiyyətlə bir rəngə düşən rəng dərinliyi 1 bitə bərabərdir. Baxıram eni ilə uzunluğundakı piksellərin sayı 1, 2, 3, 4, 5, 6, 7. Bax, bura neçə dənə oldu? 7 dənə. 1, 2, 3, 4, 5, 6. Bura neçə dənə oldu? 6 dənə. 6 vuraq 7, bir də vuraq 1 bit.
Bu da bərabər nəyə? 42 bitə. 42 bitə. İndi deyək ki, 16-lıq sistemində kodlaşdırırsa, neçə 16-lıq rəqəmdən istifadə olunur? Mən neyniyərəm? 42 biti, 42 biti. Demək, 42 biti bölərəm. Mən bilirəm ki, 16-lıq say sistemində bir simvol 4 bitdir. 4 bitə. Bu da mənə nəyə bərabərdir? 10,5. 10,5 bu da mənə nəyi verir? 11'i verir. Olur cavab B variantı. Bəli, doğrudur. İndi gəlirəm bura. Deyir, çəki matrisinə əsasən adi qrafın neçə təpə tildən ibarət olduğunu müəyyən edin. Bax, bunu əvvəl çəkək. Ondan sonra diqqət edək, yüngül variantında deyim. Bax, deyir ki, burada yolların sayını tapaq. Bax, təpələrin, tillərin sayını tapaq. Neçə dənə təpə nöqtəsi var? 2, 4, 6 dənə. Baxın, A-dan B-yə yol var. Bax, bu A-dır. A-dan E-yə yol var. Sonra A-dan E-yə yol var. A-dan E-yə yol var. Sonra B'dən A'ya yol var. B'dən D'yə yol var. B'dən D'yə yol var. Sonra C'dən E'yə yol var. Bu C olsun. C'dən demək E'yə yol var. E'yə yol var. Sonra D'dən B'yə yol var. Bir də E'yə yol var. D'dən B'yə yol var. Bir də E'yə yol var. Sonra nədir? E'dən A'ya, C'yə, D'yə yol var. Demək E'dən A'ya, C'yə, D'yə. E'dən A'ya, sonra C'yə, D'yə. C'yə bir də D'yə yol var. E'dən, bəli. Demək A'ya, C'yə, bir də D'yə yol var. Bir də F'dən də heç nəyə yol yoxdur. Baxa görə düz qurduqmu? A'dan B'yə, E'yə yol var. A'dan B'yə, E'yə yol var. B'dən A'ya, D'yə yol var. B'dən A'ya, D'yə yol var. C'dən E'yə yol var. Bəli, C'dən E'yə yol var. Sonra D'dən B'yə, E'yə yol var. D'dən B'yə, E'yə yol var. Sonra E'dən də A'ya, C'yə, D'yə yol var. E'dən də A'ya, C'yə, bir də D'yə yol var. Bir də F'dən də heç yana yol yoxdur. Bu da F. F'dən də heç yana yol var. Deyir ki, neçə təpə tildən və tildən ibarət? Neçə tildən ibarətdir? 1, 2, 3, 4, 5. 5 dənə til var. Neçə dənə təpə nöqtəsi var? 1, 2, 3, 4, 5, 6. 6 dənə təpə nöqtəsi var. 5 dənə də tili var. Aydındır. Aydın oldu Ayten. Sonra gəlirik demək. Baxaq bura. Deyir, alqoritm dövr neçə dəfə icra olunduqdan sonra A dəyişənin qiyməti 2-yə bərabər olar. Bir dənə bax, A dəyişəni axırda 2-yə bərabər olur. Neçə dəfə dövr eləyəndən sonra A dəyişəninin qiyməti 2-yə bərabər olar? Bir diqqət eləyək buna. Bax, demək, özüm yazım. Bax burada deyir ki, alqoritm dövr neçə dəfə icra olunduqdan sonra A dəyişəninin qiyməti 2-yə bərabər olub. A dəyişəninin qiyməti birinci A bərabərdir 25 imiş, düzdür? Sonra A-nı 2-yə bölüb, özü də tam bölmədi. 25-in içində 12 neçə dəfə yerləşir?
25'i 12'yə 25'i 2'yə böləndə 12 dəfə düşür, düzdür? 12 dəfə 2 24 eləyir. Düşür aşağı. A bərabərdə A-nı bir dəfə artırır. A-nı bir dəfə artıranda A olur neçə? 12'nin üstünə 1 gəldin, A oldu 13. Sonra düşür aşağı. Deyir 13 böyükdür, bərabərdir 3'dən. Deyirsən hə. Bir də qayıtdı dövrə. Bir də qayıtdı dövrə. Deyir ki, düşür aşağı. A bərabərdir. 13'ün 2'yə bölünməsindən tam hissə. Mənə verdi nəyi? 6'nı. 6'nı. Düşür aşağı. A-nı bir vahid artırır. 6'nın üstünə 1 gəlir, olur 7. Düşür aşağı. Deyir ki, 7 böyük bərabərdir 3'dən. Yenə hə deyir. Yenə hə deyir. Neynir? Hə deyəndən sonra qalxır bir də dövrə. A bərabərdir 7'nin 2'yə bölünməsindən tam hissə. Bu mənə nəyi verir? 3'ü verir. Düşür aşağı. A bərabərdir. 3'ün üstünə 1 gəlir, olur 4. Bir də deyir 4 böyükdür bərabər düşdən. Deyirsən hə. Hə. Bir də qalxır yuxarı. Hə deyir, bir də qalxır. A bərabərdir. 4'ün 2'yə bölünməsindən alınan tam hissə. 4'ü 2'yə böləndə tam hissə olur 2. 2. A da bərabərdir. 2'nin üstünə 1 gəlir, olur 3. 3 böyükdür bərabərdir 3'dən. Böyük olmasa da bərabərdir. Ona görə yenə hə deyirsən və qalxırsan yuxarı. Dövrə. A bərabərdir. A axırıncı səfər 3 olmuşdu. 3'ün 2'yə bölünməsindən tam hissə. Bu mənə nəyə verdi? Bir dəfə düşdü. Bir dəfə. Düşdü aşağı. A bərabərdir. Birin üstünə 1 gəldi. Oldu ki 2 3'dən böyük bərabərdir. Yox deyib dövrdən çıxdı. Ən axırda da A 2'ni aldı. Neçə dəfə dövr getdi? 1, 2, 3, 4. Bu da 5 dəfə. 5 dəfə dövr getdi. Ona görə cavab olur E variantı. Bəli, doğrudur. 5 dəfə. Əla. Sonra, indi gəlirik nəyə? İndi gəlirik, bax, 8'i həll edirik. Bir 8'ə bax, gör eləyə bilərsən. Baxın, görün, 8'i eləyə bilərsiniz. Bax, burada nə yazıb? Yazıb ki, A2 xanasına, A2 xanasına. Bax, bu düstur yazılıb Excel'də. Dollar A1 üstə gələk B dollar 2 B dollar 2 bölünsün. Demək dollar S1 çıxılsın dollar A dollar 1. Bax bu düsturu deyir. 2 sütun sağa 2 sütun 2 sətr aşağı. Bax 2 sütun sağa. 2 sütun sağa deyəndə bax Excel cədvəlində A, B, C, D, E, bax sütunlar belə gedir, düzdürmü? 2 sütun sağa deyirsə, 2 sütun sağa. Bax 1, 2 gəlir durur C-də. C-yə gəlib. Bir də 2 sətr aşağı. Bunun da üzərinə 2 gəlib olub 4. S4'ə gəlib. S4'ə gəlibsə, A bir sütun yerini dəyişib gəlib C-yə. Düzdür? Onda baxın, burada sütunun qarşısında dollar varsa, bu biz bilirik ki, Excel'də biri var, nisbi ünvan. Məsələn, bu yazılsaydı A2, bu nisbi ünvandır. Qarışıq ünvan olsaydı, qarışıq ünvan. Ya sütunun qarşısında dollar işarəsi olardı. Ya da ki, sətrin qarşısında dollar işarəsi olardı. Ya olardı dollar A2, ya da olardı A dollar 2. Bax bu cür yazılardı. Biri də var ki, mütləq xana. Mütləq olanda da həm sütunun, həm də sətrin qarşısında nə olur? Demək, mütləq ünvan. Mütləq ünvan olanda həm sütunun, həm də sətrin qarşısında dollar olmuş olur. İndi baxırıq. Bax, burada A sütunu dəyişmir. Dollar A. 2'nin üstünə 2 gəlib 4 olub. Onda 1'in də üstünə 2 gələndə olacaq neçə? 3. Üstə gələk. B nə olacaq? B bir sütun adlayıb gəlib olacaq D-də. D. Dollar 2. Çünki sətrin qarşısında dollar var. Dəyişmir. Bölünsün. Dollar S. 2'nin üstünə 2 gəlib 4 olur. 1'in də üstünə 2 gəlib olur 3. Çıxaq. Dollar A, dollar 1. Baxırıq, burada uyğun cavabımız hansıdır? D, E variantı. Dollar A3, A3. Üstə gələk D, dollar 2. Bölünsün dollar S3, çıxılsın dollar A, dollar 1. Bax, bu da demək düzgün cavabdır. Bəli, E variantı doğrudur. Əla, əla. Sonra gəlirik neçənci suala.
Gəlirik demək 9-cu suala. 9-cu sualda deyir ki, A bərabərdir 4 olduqda proqramın nəticəsini müəyyən edin. Baxaq görə proqramın nəticəsi necə olur? A bərabərdir 4 olanda. A bərabərdir 4 olur. Bax, burada I bərabərdir. A bərabərdir int input var. Bax, bura 4 qoyuram. 4 qoyuram. Düşürəm aşağı bir deyir print F A-nı hesabla. Yəni F A-nın yerinə nə yazmalıyam mən? 4-ü hesabla. F4-ü hesablamaqdan ötürü bax qalxıram bura. F4-ü hesablayıram. Mənim A-m nəyə bərabər olur? 4-ə bərabər olur. Düşürəm aşağı. Deyir A bərabərdir. A-nı 2-yə vur. A neçədir? 4-dür. 4-ü 2-yə vururam. Olur 8. 8. Düşürəm aşağı. A bərabərdir. Deyir setir A. Demək A-nı sətrə çevirirəm. Olur dırnaqda 8. Sonra da B bərabərdir. B bərabərdir. Neynə? 5-ə A-ya vur. 5-i mən ədədi, verilmiş ədədi sətrə vuranda, demək, ədəd qədər sətr təkrarlanır. Olur 5 dənə 8. 1, 2, 3, 4, 5. 5 dənə 8 oldu, düzdür. Sonra da return B. Return B nə deməkdir? Return B o deməkdir ki, aldığım B-ni qaytar. Hara qaytar? F A-ya qaytar. F A nəyinə müraciət qalxmışdı yuxarı? 4 ilə. F4-ə demək, mən nəyə qaytardım? Baxın, 8 dənə, demək, 8-i yox. 5 dənə 8-i qaytarmış oldum. O da oldu nə? A variantı. Aydın oldu. Bəli, doğrudur. Afərin. Əla. Əla. Aha, indi gəlirik nəyə? Gəlirik 10-cu suala. Onuncu sualda nə deyir? For I in A. Deyir, geçsin bir-bir elementləri götürsün. Elementləri götürsün. Tutar ki, birinci nəyi götürürəm? A gedir, birinci 12-ni alır. 12-ni aldım. Düşdü aşağı. Deyir, K bərabərdir. 12-nin, I-nin qiyməti necədir? Demək, I bərabərdə A-dan üzr istəyirəm, gedir elementləri götürür. I bərabərdə gedir A siyasından elementləri götürür. For I in A. Özdə birbaşa müraciətdir. İndeksə görə müraciət deyil. For I in A. I gedir A-dan birinci elementi götürür. I bərabərdə 12 olur. 12. Düşür aşağı. K bərabərdir. 12-nin ona bölünməsindən alınan tam hissə. Üstə gələk. 12-nin ona bölünməsindən alınan qalıq. 12-nin ona bölünməsindən tam hissə olur 1. Üstə gələk. 1 üstə gələk. 12-nin ona bölünməsindən alınan qalıq da 2 eləyir. 1-in üstünə 2 gələndə neçə elədi? 3 elədi. İndi düşür aşağı. Deyir, aldığın o 3. 9-dan bərabər, 9-a bərabər və yaxud da 9-dan kiçikdirsə, onda həmən ədədi ona vur, üzərinə K-nı gəl. İndi baxıram, bax 3 kiçikdir, bərabərdirmi 9-dan? Hə, onda B siyahısına, bax burada məndə B siyahısını boş bir siyah verir. Deyir, B siyahısına əlavə elə, görək nəyə əlavə elə? Deyir, I neçə idi? I 12 idi. 12-ni 10-a vur. Elədi 120. 120-nin də üstünə K-nı gəl. K neçədir? 3-dür. 120-nin üstünə 3-ü gələndə oldu neçə? 123. 123. İndi sonra gedib 34-ü götürəcək. 34-ü götürəndə I bərabərdir 34 olanda. 34-ün ona bölünməsindən alınan tam hissə düşdü 3. 34-ün də ona bölünməsindən alınan qalıq düşdü 4. 3-ün üstünə 4 gələndə 7 eləyir. 7 də kiçikdir, bərabərdirmi 9-dan? Buna da hə deyirsən. Ona görə 34-ü ona vurur, eləyir 340. Üstünə 7 gələndə eləyir 347. İndi o birisinə baxırıq. Sonra 23-ə baxırıq. 23-ə. 23 alanda tam hissəsi 2 olur. Qalıq hissəsi nə olur? 3 olur. 2-nin üstünə 3 gələndə neçə eləyir? K olur neçə? 5. I bərabərdir 23 alanda. K olur 5. İndi 5 kiçikdir, bərabərdirmi 9-dan? Deyirsən, hə. Ona görə 23-ü ona vurur 230. Üstünə 5 gələndə olur 235. Sonra indi 5 ilə 6-ya baxaq. I bərabərdir 56-nı götürəndə.
Bu tam hissəsi 5 eləyir. Bunun da qalıq hissəsi 6 eləyir. 5-in üstünə 6 gələndə 11 eləyir. 11 kiçikdir, bərabərdir 9-dan? Yox. Ona görə 56-nı götürmür. 67-ni götürürəm. 67-ni 10-a böləndə tam hissə 6, qalıq hissədə 7-dir. 6-nın üstünə 7 gələndə 13 eləyir. 13 kiçikdir, bərabərdir 9-dan? Yox. Buna da yox deyirəm. 45-i götürürəm. 45-in tam hissəsi 4-dür. Qalıq hissəsi neçədir? 5-dir. 4-ün üstünə 5 gələndə 9 eləyir. 9 kiçikdir, bərabərdir 9-dan. Buna hə deyirəm. Çünki 9 9-dan kiçik olmasa da amma bərabərdir. Buna hə dedim. Hə dediyim üçün i-ni, yəni 45-i vururam ona, eləyir neçə? 450. 450-nin də üstünə 9-u gəlirəm, qalığım. Eləyir 459. Bax, bura 459-u da əlavə elədim. Sonra nəhayət gedir 13-ü götürür. 13-ü götürür. 13-ün tam hissəsi 1-dir. Qalıq hissəsi 3-dür. 3-ün üstünə 1 gələndə 4 eləyir. Düzdürmü? 13-ü ona vuranda elədi 130. 130-un da üstünə 4 gələndə 134 eləyir. Bax, bu 134-ü də siyahıya əlavə elədi B siyahısına və bununla yekunlaşdırdı B siyahısını. Düşürəm printə. Printə baxıram. Deyir, verilmiş siyahıda maksimum B-ni tap. Maksimum burada B hansıdır? 459. Deyir maksimum B-dən çıx, minimum B-ni. Minimum B burada hansıdır? Bax, baxıram ki, 123, 347, 235, 459, 134. Verilmiş siyahıda kiçiyi də 123-dür. 123. Mən də 459-dan çıxıram 123-ü. Bu mənə nə verir? 336. Yəni cavab nə oldu? A variantı olmuş oldu. Bəli, doğrudur. Afərin. Əla. Əla. İndi 11-ci sualı tap görüm Aytən. Bir dənə 11-ci suala bax. 11-ci suala diqqət elə. Bax, mənim enim nə qədərdir? 23-dür. 23-ün ona bölünməsindən tam hissə neçə düşür? 2. 2-nin kvadratı neçədir? 4. Düzdür. 4. Nəyə görə? 2-nin kvadratı 4-dür. 4-ü sətrə çevirir. 4-dür. Demək 4 oldu. Düzdürmü? 4. Bax. Təkrar deyirəm. Demək, bura 23 yazıram. 23-ü ona böləndə, bax bu hissə, mənə verir nəyi? 2-ni. 2-nin kvadratı mənə nəyi verir? 4-ü verir. Düzdür. Yaza bilirsən. Hə, yaz görüm, yaz görüm. Yaxşı, özün yaz.
Özüm yazım yoxsa başa yazırsan özün. Bax, 11'də aldın 13'ü. N'in yerinə nə qoyuruq? N'in yerinə qoyuruq 23'ü. N'in yerinə qoyduq 23'ü. 23'ü ona böləndə tam hissə neçə düşdü? Düşdü 2. 2'nin kvadratı mənə nəyi verdi? 4. Düzdür, 4. Bax, burada sətirdə 4'dür. Elə 4 üstə gələk. 23'ün ona bölünməsindən alınan qalıq nə verdi? 3. 3. 3'ün kvadratı nə verdi mənə? 3'ün kvadratı mənə verdi 9. 9. Elədi mi? Aha. Bu mənə 9 verdi. 9. 3'ün kvadratı 9. Sonra neynədin onu? 4 ilə 9'u neynədin? Sətir tipindədir. Bax, bu da 4'də, bu 9'da sətir tipindədir. Bunu yan yanaşa yazanda olur 4, 9. İntə çevirəndə oldu 49. Elədir. İndi buna 49 aldın. 49 fərqlidir sıfırdan. Hə. Onda S bərabərdir. S-in üzərinə gələm. 49'un ona bölünməsindən alınan qalıq düşdü neçə? 9. Bərabərdir. 49'u ona bölürsəm tam hissə neçə düşdü? 4 düşdü. 4 fərqlidir sıfırdan. Bəli. 9'un üzərinə gələm. 4'ün ona bölünməsindən alınan qalıq düşdü neçə? 4. 4. Və 4'ün də ona bölünməsindən tam hissə oldu 0. 0 fərqlidir sıfırdan yox. 9'un da üstünə 4 gəldin, elədi 13. Cavab oldu B variantı. Bəli, doğrudur. Əla. Düşürəm aşağı. 12-ci suala bax. Tərs görüntü qaydasındadır. Əla. A-nın qiyməti nədir burada? 45. B-nin qiyməti nədir? 32. 32. İndi nü n bərabərdir. A-nın ona bölünməsindən tam hissə. A-nın ona bölünməsindən tam hissə 45 ona böləndə tam hissə 4 dəfə üstə gələk. B-nin ona bölünməsindən alınan qalıq. 32-ni də ona böləndə tam hissə qalıq hissə düşdü 2. 4-ün də üstünə 2 gələndə eləyir 6. Deyir ki, artıq mənim qiymətim 6-dır. Deyir 6-nı 2-yə böləndə qalıq sıfırdan fərqlidir. Xeyr. 6-nı 2-yə böləndə qalıq nəyə bərabərdir? Sıfıra bərabərdir. Ona görə mən bu ipi yerinə yetirmirəm. Gələm mevziyə. Deyir onu vur nüyə təzə aldığın qiymətə. Onu vururam 6-ya. Eləyir 60. 60'ın üzərinə gəlirəm. B-nin ona bölünməsindən alınan qalığa. 32'ni ona böləndə alınan qalıq neçə olur? 2 olur. 60'ın da üstünə 2 gələndə eləyir 62. Və mənim cavabım 62 olaraq çapa verilmiş oldu. Oldu D variantı. Bəli, tam doğrudur. Əla. Əla. Aha. İndi buna baxaq. Burada nə deyir? Bax, veribdir bunları. Deyir ki, bir dənə A sətri verib, A sətri verib. Bir dənə də B boş siyahı verib. Boş siyahı. K da 1-ə bərabərdir. Deyir, I getsin 1-1 hərfləri sətirdən elementləri götürsün. Məsələn, I gedir bir dəfə A-dan böyük yanı götürür. Böyük yanı götürür. Deyir, böyük A fərqlidir böyük A-dan. Deyirsən, yox. Və yaxud da ki, kiçik A-dan fərqlidir. Fərqlidir kiçik A-dan. Buna baxırsan, görürsən ki, I A-ya bərabərdir. Yəni A A-dan fərqli deyil. Fərqli deyil. Bu proqramın mənası nədir? Bu proqramın mənası odur ki, I gedir, sətirdən bir-bir elementləri götürür. Hansı elementləri K-ya vurub B siyahısına əlavə eləyəcək? O elementləri B siyahısına əlavə eləyir ki, həm o böyük A olmasın, həm də kiçik A olmasın. Qalanların hamısın, kiçik A olsun. Qalanların hamısın K-ya vurub bir dənə böyük A görəndə tutaq ki, böyük A-nı götürdü, düzdür? Düşür aşağı. Deyir I böyük A-dan fərqlidir və yaxud da kiçik A-dan fərqlidir.
Yəni bərabər deyil ha. Bərabərdir yoxsa fərqlidir? Baxırsan ki, i a-ya bərabərdir, fərqli deyil. Ona görə gedir B-ni götürür. B-ni götürür. B-ni götürəndə deyir B böyük yaddan fərqlidir? Hə. B kiçik yaddan fərqlidir? Hə. Deyir onda B siyahısına əlavə elə. B siyahısına əlavə elə. Nəyə əlavə eləyəcəm? İ-ni, yəni B-ni. Nəyə vur? K-ya vur. B-ni K-ya vur. B-ni 1-ə vururam, eləyir B. B-ni, yəni dırnaqda B-ni bir dənə 1-ə vuranda bir dənə B verir. Bir dənə B verir. Onu B olaraq əlavə eləyirəm. Əlavə elədim. Sonra gedir və eyni zamanda K-nı bir vahid artırır. Birin üstünə bir gəlir, olur 2. Artıq K2-dir. Gedir ikinci dəfə yenə A-nı götürür. Axı A A-dan fərqli deyil. Ona görə aşağı düşməyəcək. Gedib C-ni götürür. C A-dan fərqlidir, bəli. C balaca A-dan fərqlidir, hə. Ona görə C-ni nəyə vurur? K-ya vurur. K neçədir? 2-dir. C-ni bir dənə sətri 2-yə vuranda 2 dənə C-ni yazmış olacaq. 2 dənə C-ni yazmış olur. Yazıram buraya 2 dənə C. 2 dənə C. Vergül qoyuram. Sonra gedirəm, A-nı götürürəm. A-da olmayacaq və bura nə olur? 3 olur. Gedib D-ni götürür. Bax, 3 dənə D yazmış olur. 3 dənə D. Sonra F-i götürür. 4 dənə artıq F yazmış olur. Sonra E-ni götürür. 4 dənə E yazmış olur. Bir dənə bunu silim, sərgəli yazın. B bərabərdir. Demək, bir dənə B. Sonra gəldi. 2 dənə C. Sonra bir dənə B, 2 dənə C, 3 dənə D,